Prezident İlham Əliyevin mayın 18-də Gürcüstanın baş naziri İrakli Kopaxidze ilə görüşü olub. Dövlətimizin başçısı bu ilin aprelində Gürcüstana dövlət səfərini məmnunluqla xatırladı. Bu səfərin münasibətlərimizin möhkəmlənməsi işinə verdiyi töhfəni qeyd etdi. Prezident İlham Əliyev bugün imzalanacaq sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinə toxundu. Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən qonaq Azərbaycanda olmaqdan xüsusi məmnunluq hissi keçirdiyini dedi. Prezident İlham Əliyevə Gürcüstana dövlət səfəri etdiyinə görə minnətdarlığını bildirən İrakli Kopaxidze bu səfərin hər kəsdə dərin təəssüratlar oyatdığını vurğuladı. Qonaq Azərbaycanla Gürcüstanın bir çox ölkələr üçün bağlantılar baxımından vacib rol oynadığını qeyd etdi və gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin önəminə toxundu. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan prezidentini təbrik edən İrakli Kopaxidze tədbirin dünya şəhərsalma gündəliyini müzakirə etmək üçün yaxşı platform olduğunu dedi. Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi. Görüşdə ölkələrimiz arasında mehriban qonşuluq və dostluğa əsaslanan münasibətlərin bir çox istiqamət üzrə dinamik inkişafına toxunuldu. İki tərəfli gündəliyimizin çox geniş olduğu qeyd edildi. Siyasi, iqtisadi, ticari, enerji, nəqliyyat, logistika, sərmayələr və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirildi. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin möhkəmlənməsində rolu vurğulandı. Sonra Prezident İlham Əliyevin və Baş nazir İrakli Kopaxidzenin iştirakı ilə Azərbaycan Respublikası hökuməti ilə Gürcüstan hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə saziş, Azərbaycan Respublikası hökuməti ilə Gürcüstan hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə saziş və Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda Türkiyə Respublikası sərhəddinə qədər dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının protokolu imzalandı.